Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış şair, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əşrəf Veysəlli ilə vida mərasimi keçirilib. Mərasimdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, mərhumun ailə üzvləri, yaxınları, qələm dostları, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Əşrəf Veysəllinin zəngin ömür yolundan və Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli töhfələrdən bəhs edib. İcra başçısı bildirib ki, 1938-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində dünyaya göz açan şair, ömrünün ilk illərindən xalqına, torpağına və milli mənəvi dəyərlərinə bağlı bir insan kimi formalaşmışdır. Zakir Fərəcov vurğulayıb ki, 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsil alan Əşrəf müəllim yalnız elm və ədəbiyyat sahəsində deyil, eyni zamanda mədəniyyətin təşkilatçısı kimi də böyük xidmətlər göstərmişdir. Onun həyatının ən məhsuldar dövrü isə məhz Sumqayıt şəhəri ilə bağlı olmuşdur. Zakir Fərəcov mərhumun çoxşaxəli fəaliyyət xronologiyasını diqqətə çatdıraraq qeyd edib ki, Əşrəf müəllim 1966-1970-ci illərdə Sumqayıt şəhər 35 saylı texniki peşə məktəbində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Daha sonra 1970-1972-ci illərdə Sumqayıt şəhər mədəniyyət şöbəsinin nəzdindəki şahmat klubunda direktor, 1972-1974-cü illərdə isə Əli Kərim adına poeziya klubunda rəhbər və şəhər mədəniyyət evinin müdiri vəzifələrində çalışmışdır. Zakir Fərəcov şairin əməyinə dövlət tərəfindən hər zaman yüksək qiymət verildiyini, onun əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldüyünü, tərəqqi medalı ilə təltif edildiyini və Sumqayıt şəhərinin 70 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldüyünü xatırladıb. Çıxışının sonunda icra başçısı Əşrəf Veysəllinin vəfatının bütövlükdə Azərbaycan mədəniyyəti və Sumqayıt ictimaiyyəti üçün ağır bir itki olduğunu vurğulayaraq, mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verib. Vida mərasimində çıxış edən natiqlər Əşrəf Veysəllinin ətraflı bədii portretini cızaraq onun yaradıcılıq dünyasını və insani keyfiyyətlərini yüksək qiymətləndiriblər. Natiqlər şairin poetik dünyasına toxunaraq bildiriblər ki, onun poeziyasında vətən sevgisi, insan taleyi, el-obaya bağlılıq və milli mənəvi dəyərlərə sədaqət xüsusi yer tuturdu. Eyni zamanda Əşrəf müəllimin əsl ziyalı nümunəsi olduğu sadəliyi, səmimiyyəti, insanlara olan sevgisi və zəngin həyat təcrübəsi ilə onu tanıyan hər kəsin yaddaşında dərin iz qoyduğu vurğulanıb. Onun Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü olaraq şəhərin ictimai həyatında yaxından iştirak etdiyi və müdrik ağsaqqal mövqeyi ilə daim böyük hörmət qazandığı diqqətə çatdırılıb. Onun həm də nümunəvi ailə başçısı olduğu, 5 övlad atası kimi övladlarının tərbiyəsinə xüsusi diqqət yetirdiyi fəxrlə qeyd olunub. Natiqlər vurğulayıblar ki, ömrünün son günlərinə qədər yaradıcılıqdan ayrılmayan, ədəbiyyata və mədəniyyətə xidmət edən Əşrəf müəllimin zəngin yaradıcılığı, xoş xatirəsi və əziz obrazı onu tanıyanların qəlbində eləcə də xalqımızın yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin, ruhu şad olsun. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.